Həyəcan təşviş pozuntusu nədir? Həyəcan təşviş pozuntusu, bəzən nomenklaturada buna anksiyete deyilir. Anksiyete bir fransız ifadəsidir. Hərfi tərcümədə mənası narahatlıq sindromu anlamına gəlir. Hər bir insanda həyəcan hissinin olması vacibdir. Yəni həyəcanın özü normal və təbii bir duyğudur. Əksinə, həyəcan hissinin hər hansısa bir insanda olmaması insanın robot kimi olmaq anlamına gəlir. Həyəcan orqanizmin qoruyucu bir mexanizmasıdır. Həyəcan hissi orqanizm üçün bir alarmdır. Yəni, hər hansısa bir təhlükəli vəziyyətlərdə həyəcan hissi orqanizmdə siqnal çalaraq orqanizmin daha tədbirli və ehtiyatlı davranmasına səbəb olur. Yəni, hər hansısa bir vacib situasiya ilə əlaqədar olaraq orqanizmdə yaranan həyəcan hissi, əgər həmin mərhələni əhatə edirsə, yalnız qısa müddət davam edirsə, müəyyən bir müddətdən sonra keçib gedirsə, bu normal hesab olunur və məsuliyyətdən xəbər verir. Bu hallar bizim perspektivalarımızın yüksək olmasında, akademik bacarıqlarımızın yüksək olmasında, daha məsuliyyətli olmağımızda, performans göstərməmizdə, daha yaxşı nəticə göstərməmizdə, diqqətimizi cəmləməkdə, gördüyümüz işə konsentrə, adapta olunmağımızda köməklik göstərir. Məsələn, şəxs əgər məktəblidirsə, tələbədirsə, imtahan verəcəksə, və yaxud da ki, şəxs hər hansısa bir iş adamları ilə iş barəsində görüşəcəksə, işə qəbul olacaqsa, və yaxud da ki, şəxs müəyyən bir kütlə qarşısında, auditoriya qarşısında, televiziya qarşısında çıxış edəcəksə, bu halda yaranan həyəcan hissi normaldır və məsuliyyətdən xəbər verir. Lakin bu həyəcan hissi bu situasiyadan uzaqlaşdıqdan sonra belə müəyyən müddət davam edirsə, miqdarı artırsa, müddəti uzanırsa və bizim rutin həyatımıza mənfi təsir göstərirsə, həyat keyfiyyətimizi aşağı salırsa, funksionallığımızı azaldırsa, əmək qabiliyyətimizi aşağı salırsa, iş qabiliyyətimizi aşağı salırsa, akademik bacarıqlarımızı mənfi təsir göstərirsə, artıq bu halda həyəcan hissi normal hesab edilmir. Burada həyəcan hissi patologiyadır və xəstəlikdən bəhs edilir. Həyəcan təşviş pozuntusunun gedişatına görə iki böyük qrupu vardır. Birincisi kəskin və yaxud da ki, buna akut həyəcan pozuntusu deyilir. İkincisi xroniki və yaxud da buna generalizə edilmiş həyəcan təşviş pozuntusu deyilir. Kəskin akut həyəcan pozuntusunun klinik olaraq başlanması kəskin başlayar, daha qəfildən olar, simptomatika arabir artıb azalar, şiddətli simptomatika ilə başlayar. Xroniki, yəni generalizə edilmiş həyəcan təşviş pozuntusunda isə əlamətlər daha ləng və aşağı sürətlə başlayar. Kəskin, yəni akut həyəcan təşviş pozuntusu zamanı bu qısa müddətli davam edər. Xroniki, yəni generalizə edilmiş həyəcan təşviş pozuntusu isə uzun müddətli davam edər. Kəskin, yəni akut həyəcan təşviş pozuntusu 6 aya qədər davam edər. Xroniki, yəni generalizə edilmiş həyəcan təşviş pozuntusu isə 6 ay, hətta 2 ilin üzərində davam edər. Həyəcan təşviş pozuntusunun iki böyük əlaməti görülə bilər. Birincisi psixoloji, yəni zehinsel əlamətlər, ikincisi isə fiziksel, yəni bədənsel və yaxud da ki, buna motor, hərəki əlamətlər deyilir. Birincisi, psixoloji, yəni zehinsel əlamətlər bunlara daxil edilir. Şəxs gün ərzində səbəbsiz yerə, hər hansısa bir təhlükə olmadan öz yaxınlarının, ailə üzvlərinin, övladının başına hər hansısa bir pis hadisə gələcəyini düşünür. Bu düşüncələr gün ərzində onun beynində cərəyan edir. Ona narahatlıq verir. Bu narahatlıq fonunda o gərgin olur, həyəcanlı olur, təşvişli olur, qıcıqlı, əsəbi olur və nəticə etibarilə şəxs hər hansısa bir xırda qıcıqlar belə, kimsə yemək yeyərkən onun ağzının mırçıltısı və yaxud da addımlayarkən addımlarının səsi, suyun şırıltısı, saatın əqrəbinin çıqqıltısı belə ona toxunar. Və nəticədə bu qıcıqlıq, əsəblik fonu həyəcan böyük bir krizə gətirib çıxara bilər. Şəxs bu zaman həyəcan fonunda yuxusu pozulur, yuxuya getməkdə çətinlik çəkir, yuxuya daldıqda belə yuxudan həyəcanlı və təşvişli şəkildə oyanar. Daha sonra yuxunun yenidən davam etdirilməsinə, sürdürülməsində çətinlik çəkir. Yuxuya keçsə belə, səhər yatağından qalxdıqda, gün ərzində, gecə ərzində yuxu pozuntusu olduğu üçün gün ərzində narahat olar, diqqətini cəmləməkdə, diqqətini işinə konsentrə etməkdə, mühitə adaptasiya olmaqda çətinlik çəkər. Nəticə etibarilə bu şəxslər ailədaxili münaqişələrə meylli olar, iş yoldaşları ilə mübahisəyə meylli olar. Daha sonrakı etapda qidalanması pozular, iştahsı zəifləyər, cinsel funksiyaları pozular və davam etdikcə isə şəxsdə müəyyən bir vahiməli üz cizgisi yaranar. Üz ifadəsi vahiməli olar, alnı qırışar,
tərləyər, titrəyər, qızarar, üşüyər və temperaturası qalxar. Nəticə etibarilə bəbəkləri genələr, gözləri bərələr və narahat bir üz ifadəsi almış olar. Daha sonrakı etapda həyəcan hissi artdıkca ürək-damar sisteminə təsir göstərər. Bu zaman biz bildiyimiz kimi simpatik sinir sisteminin fəaliyyəti artdığı üçün, adrenalin miqdarı qanda artdığı üçün ürək vurultularının sayı artar, arterial təzyiq artar, ürək nahiyəsində sıxılma yaranar, nəbz sürətlənər, tezləşər. Nəticə etibarilə bununla əlaqədar olaraq şəxsdə tənginəfəslik yaranar, nəfəs alıb vermədə çətinlik çəkməyə başlayır. Şəxsin pasientlərimin dilindən dediyi sözü demək istəyərdim. Doktor, sanki sinəmin üstündə bir qaya oturubdu. Nəfəs alıb verə bilmirəm. Tıncıxıram, bir yerdə qərar tuta bilmirəm, gərgin və narahatam söyləyərlər. Bir müddətdən sonra bu narahatçılıq, baş ağrısı, baş gicəllənmə, başda sıxılma, ürək bulanma, qusma halları, bəzən boğazında hər hansısa bir maneənin qalması, sanki boğazında nə isə qalıbdı. Qidalanarkən belə yanına bir stakan su qoyarlar, udqunmada belə çətinlik çəkərlər. Və nəticə etibarilə daha sonralar bu hallar hıçqırma, mədə nahiyəsində qıcqırma, gəyirmə halları ilə müşahidə olunar. Müəyyən bir müddətdən sonra artıq mədə-bağırsaq fəaliyyəti sürətlə işləməyə başlayar. Daha tez-tez hallarda tualetə gedərlər. Bəzən qəbizlik, bəzən isə ishalla müşahidə oluna bilər. Şəxsin dediyi sözləri demək istəyərdim pasiyentimin. Doktor, sanki qarnım köpübdü, elə bir hamilə qadını xatırladır mənə. Yemək yedim də, yemədim də qarnım şişkin vəziyyətdə olur. Və bu narahatçılıqlar şəxsi gün ərzində müşahidə etmiş olur. Sadaladığım bu əlamətlər müəyyən müddətdən sonra artıq bədəndə narahatçılıqlara, fiziksel əlamətlərə gətirib çıxarır. Bədəndə ağrılar yaranmağa başlayır. Ağrılar fibromiyalgiya tipli ağrıları xatırladır. Bəzən boyun, baş, bel, bəzən isə bütün bədənə irradiasiya etmiş olur. Ağrılar göynəmə, sancma, yanma, dartılma hissiyatı kimi hissiyat yaranmağa başlayır. Müəyyən bir müddətdən sonra yaranan narahatlıq fonunda şəxs sakitlik halında, bəzənsə hərəkət etdikdə belə gücsüzlük yaranır, huşunu itirmək təhlükəsi, qorxusu yaşamış olur. Uzun müddətli davam edən və müəyyən illər davam edən həyəcan pozuntusu bir sıra somatik xəstəliklərə səbəb ola bilər və onlarla yanaşı görülə bilər. Nevroloji xəstəliklər, kardiovaskulyar xəstəliklər, yəni miokard infarktı, endokrinoloji xəstəliklər, tiroid xəstəlikləri, şəkərli diabet, yəni burada insulin dirənci, insulin rezistentliyinin artması, digər bir onkoloji xəstəliklər, mədə-bağırsaq xəstəlikləri, qıcıqlanmış bağırsaq sindromu zamanı müşahidə oluna bilər. Həyəcan təşviş pozuntusu zamanı beyində hansı dəyişikliklər gedir? Beyin kimyasına nəzər yetirsək görərik ki, biz bildiyimiz kimi beynimiz bir neçə paydan ibarətdir. Beynimizin gicgah payı, yəni temporal payın içəri səthində amigdala yerləşir. Amigdala qorxu mərkəzi hesab olunur. Amigdala direkt hipokampusun düz önündə yerləşir və orqanizmdə hər hansısa bir həyəcanlı, təşvişli, təlaşlı, qorxulu bir vəziyyət yarandıqda amigdala qıcıqlanır, belə deyək, tətiklənir və nəticə etibarilə tətikləndikdən sonra talamusda olan bu tətikləyici məlumat hipotalamusa ötürülür. Hipotalamusa ötürüldükdən sonra isə bu isə məlumatı böyrəküstü vəzinə ötürülür. Nəticədə böyrəküstü vəzdə adrenalin hormonunun miqdarı artır. Biz bildiyimiz kimi adrenalin bir həyəcan, qaç, qov hormonudur. Yəni bir fəaliyyətə keç hormonudur və nəticə etibarilə simpatik sinir sisteminin fəaliyyəti artır və bu zaman hansı reaksiyalar yaranmağa başlayır? Arterial təzyiq yüksəlir, nəbz sürətlənir, tənəffüs tezləşir, temperatura qalxır, bəbəklər genişlənir, bədəndə tərləmə, titrəmə, həyəcan, qorxu, təşviş, mədə-bağırsağın sürətli işləməsi, bəzən ishal, bəzən qəbizlik halları müşahidə olunmağa başlayır. Həyəcan təşviş pozuntusu necə müalicə olunur? Həyəcan təşviş pozuntusunun müalicəsində əsas iki istiqamətə diqqət yetirilir. Birincisi psixoterapiya, ikincisi farmakoterapiya, yəni dərman müalicəsi. Psixoterapiyada dəstəkləyici psixoterapiya, koqnitiv davranış terapiyası, psixodinamik psixoterapiya, farmakoterapiya dedikdə, yəni dərman müalicəsi dedikdə isə ilk növbədə kəskin, qısa müddətli, sürətli başlamış həyəcan hissini aradan qaldırmaq üçün ilk növbədə anksiolitiklərdən, yəni trankvilizatorlardan, yəni həyəcan təşviş əleyhinə olan dərman preparatlarından istifadə olunur. Bu dərman preparatlarının verilməsi müddəti 2 həftədən 2 aya qədərdir. Lakin həkim nəzarəti altında qəbul edildikdə bəzən uzun müddətə də təyin edə bilərik. İkincisi antidepressantlar, üçüncü yerdə antipsixotiklərdir.
Bu müəyyən bir gərginlik halında, depressiv bir vəziyyətlərdə və eyni zamanda şəxsin depressiya ilə əlaqədar olaraq həyəcan hissi daha çox artıb və intihara dair düşüncələri varsa təyin edirik. Digər antikonvulsantlar, beta blokatorlar və antihistamin dərman preparatları istifadə olunur. Uzun müddətli davam edən həyəcan pozuntusu zamanı bəzən pasiyentlər bir neçə ixtisaslı həkimlərdə müayinələrdən keçmiş olurlar. Baş beyinlə əlaqədar olaraq baş beyin KT müayinəsi, MRT müayinəsi, EEG müayinəsi, ürəklə bağlı olaraq EKG, EXO müayinəsi, damarlarla bağlı olaraq Doppler müayinəsi, mədə-bağırsaqla bağlı olaraq yaranan narahatlıqlar fonunda endoskopiya, kolonoskopiya, gastroskopiya, rentgen müayinələri, ultrasəs müayinələrdən keçmiş olurlar. Bəzi hallarda qanın təhlillərini, qan analizləri, sidiyin, nəcisin, qanın ümumi analizini vermiş olurlar. Lakin bu müayinələrdən sonra belə pasiyentdə hər hansısa bir xəstəliyə səbəb olacaq ciddi bir patologiya aşkarlanmır. Həkim bunları söylədikdə isə sənin heç bir şeyin yoxdur, psixolojidir deyə söylədikdə pasiyent inanmır və növbəti dəfə həkim gəzmiş olur. Və pasiyentlərin dilindən deyəcək sözü deyirəm: "Doktor, mənim dərdimin çarəsi tapılmadı." Həyəcan təşviş pozuntusu zamanı ilkin yardım necə olunmalıdır? Əgər sizi təyyarədə, avtomobildə, yolda tək qalmısınızsa hardasa, bir həyəcan tutması tutubsa, bu vəziyyətdən çıxış yolu axtarırsınızsa, əlinizin altında hər hansısa bir dərman preparatı yoxdursa, nə edə bilərik? Bu zaman burnumuzdan, dərindən nəfəs alırıq. Həmin nəfəsimizi bir neçə saniyə saxlayırıq. Saxladıqdan sonra, yəni çalışmalıyıq ki, bu tənəffüs döş tipli olsun. Həmin bu nəfəsimizi saxladıqdan sonra qarın tipli, yavaş, asta sürətlə nəfəsimizi verməyə başlayırıq. Və bundan sonra artıq gün ərzində bir neçə dəfə təkrarlamaqla növbəti dəfə olacaq həyəcan hissinin qarşısını almış olacaqsınız. Sizin psixiatr həkiminiz Aytən Namazova.